Mən dünən səhər oradaydum. Dünən səhər bu uşaqları mən orada gördüm. Güləbirdin girəcəyində. Güləbirddə də Güləbird kəndi, körpünün yanında. Orada Şahin Musayev gəlmişdi. Şəxsən mən bir Azərbaycanlı kimi. Mən bilmirdim ki, yer aralansa hara girir. Şahin Musayev kimiləri dəfələrlə deyirlər ki, Şahin Musayev düz yolda olmayan bir adamdır. Dünən gəldi elə bir ki, toydan sonra konsertə baxmağa gəlmişdi. Biz gəlib bunlara bir rəhbərlik eləyən bir, mən nə siyasi xadim mi deyim, nə bilim, hərbiçi kimi. O vədiyə kimi səlahiyyətli yoldaşların heç biri yoxdur. Və siz kimi görmək istəyirsiniz? Bir rəhbər kimi ki, Azərbaycanın başında denən vahid komandan kimi? Şəxsən biz cəbhəçilər, məsələn, Cəbrayıl rayonunun xalq cəbhəsi, eləcə də mən belə başa düşürəm ki, Laçın xalq cəbhəsi, hamısı Əbülfəz bəyin rəhbərliyi altında düzgün. Laçın elə onun qurbanı oldu. Elə onun qurbanı oldu. Şəxsən mən belə başa düşürəm ki, Əbülfəz bəyə səs verməyə görə mən eşitmişəm. Orada döyüşçü yoldaşlarla söhbət edəndə deyiblər. Hətta BMP istəyirlər, deyiblər ki, Şuşada da bu haqq hesab olubdur ki, get BMP-ni sizə Heydər Əliyev verir. Ulan, xanlıqda gələn BMP-lərin qabağını kəsdilər. O Tursudan çıxan BMP-lər vardı. Orada BMP-lər vardı, tanklar vardı. Onların qabağını kəsdilər. Deyirlər ki, hara get, deyir ki, bizə bunu Ayaz Mütəllibov verir. Biz də parıq veririk ona. Bəli. Elə deyil. Bu açıq, konkret. Dəqiq faktdır da. Dəqiq faktdır. Bizə belə əmr olunur. Məsələn ki, bir belə adam içində millət kəsib qabağın, axırda çıxıb deyirlər, nə istəyirsiniz? Bizə bunu Mütəllibov verib, biz də par veririk onun özünə. Elçin Gildə deyib. Elçin Gildə söz deyib, o bisinə də deyib. Sonra ikinci dəfə gedəndə tankların heç biri, nə qədər elədik? Heç biri bir dənə bir şey yapmadı. Bizdə Elqardan başqa, Elqar çıxmadı. Heç biri çıxmaz var. Hamısı da çıxarabdır. Özdə yalan deyirlər, gözlərin içinə. Mən bir şey öyrənmək istəyirəm. Mənim bir şey çatmır hələ. Mənim necə Azərbaycanda ömrü boyu dahilələr yetişdirib, xadimlərimiz o hərbi sahədə, müxtəlif sahədə. Yəni bizə elə bir həbsi olmayacaq ki, bu ilə Azərbaycan bu çətin vəziyyətdən çıxarıb torpağımızı azad edəcək. Mən üzr istəyirəm. 2 hərbi uçiliş qutarmış Cəbrayıllı, hərbi məktəb qutarmış Cəbrayıllı Elbursa adında bir oğlan vardı. Cəbrayıldan zəng elədik Rəhim Qaziyevə. Rəhim Qaziyev dedi ki, təcili gətirin sənədlərin baxaq həll edir. Demək apardıq onun yanına, o göndərdi Şahin Musayevin yanına. Şahin Musayev onu 1 saat kabinetində Smirna komandasında saxlayandan sonra ona dedi ki, mən dura-dura, sən kimsən ki, mülki adamın yanına getmişsən? Onu qoymadılar ki, bizə hərbiçi rəhbər işləsin. Elbursun soyadı nədir? Familiyası. O bizə sonra dedi ki, məni hallandırmayın heç yerdə. Amma mən məcbur oluram, o ağlaya-ağlaya getdi ki, bax, belədir bu millət. O hərbiçi oğlan nə qədər istədi ki, bizim torpağımızı qorusun, imkan yaratmadılar onu. Bəli, Şahin Musayev mənim danışığımla, o Laçında, o körpüdə. Mən gördüm ki, bu adam xəyanətkardır. Hələ bu vəziyyətlə deyir ki, gör nə deyir ha? Deyirəm, bəs sən bizə deyirdin ki, vertolyot gəlir, budur bir həftədir, sən bizə Allah'tan vertolyot. Deyir ki, gör nə deyir ha? Deyir ki, cəmi 4 dənə vertolyotumuz var. Yox, bir dənə qırmızı samolyotumuz var, o xarabdır. 4 dənə də vertolyotumuz var. Burada pozisiya elədi ki, biz qorxuq onu vuralar. Bəs yaxşı, vertolyot hara saxlayıblar? Həmin hadisə bizim Cəbrayılda da olub. Dedilər ki, Cəbrayılda da əməliyyat keçirdəndə dedilər, vertolyot gəlir, gözləyin. Gözlədik, vertolyot gəlib çıxmadı. Axşama kimi gözlədik, vertolyot olmadı. Bütün bu Cəbrayıldakı həmin əməliyyatda olanlar gəlmişdi.